Gürcüstandakı ən ciddi problem lider çatışmamazlığı. Saakashvili kimi bir liderin olmaması çox ciddi problemdir. Gürcüstanda bəli, dirənən siyasətçilər var, müxalifətçilər var, amma ümumən toplumun lideri obrazında çıxanmadılar. Gürcüstan prezidenti, mən də çox keçmiş prezident, hörmət bəslədiyim xanım siyasi lider istədi bir birləşdirici və bütünləşdirici rol alsın, amma götürə bilmədi o da o prosesi. Çünki biz Qafqaz xalqıyıq sonuçta və orada bir savaşçıya ehtiyac var. Siyasi iradə baxımından kifayət qədər yüksək mövqe nümayiş etdirsə də, sonuçta Gürcüstanın keçmiş prezidenti bir diplomat idi. Fransada böyümüş bir diplomat idi. Bir siyasi mühacir ailəsində Rusiyadan qaçıb gedib Fransiyada məskunlaşmış bir siyasi mühacirin övladı idi və bir diplomat idi. Ora Saakashvili kimi vuruşan bir lider lazımdır. O liderin çatışmamazlığı Gürcüstanda prosesi biraz uzatdı. Ama bu Gürcüstanda proseslərin tamamen Rusiyanın əlindən keçəcəyi və Rusiya orada qalibdir düşüncə və fikrinin yaranmasına səbəb olmamalı.